Ağabəy, bəs yaxşılıq edib pislik görən insanlar necə? Əlbəttə ki, həyat bilirsiniz, həyat həmişə enişlərdən ibarət deyil, yoxuşlardan ibarət deyil, düz tərəfi də var. Bəli, bu gözəl adəti, gözəl ənənəni, dəyəri təqdir eləyənlər olduğu kimi, əlbəttə ki, bu gözəlliyi təkzib eləyənlər də var. Ona görə bizim həyat proqramımızda əsla və əsla o gözəllik zirvəsinə, o insanlığın zirvəsinə dırmanıb çıxdığımız zaman bizə olan əngəllər, bizə olan təzyiqlər, təhriklər bizi əsla hədəfimizdən döndərməməlidir. Özəlliklə yeni bir nəslin, gənc nəslin bir evladları bu həqiqəti bilməlidirlər ki, vətənə, millətə, dövlətə xidmət adı ilə çıxmış insanlar ola bilsin dediyiniz kimi yolun yarısında, o zaman təhsil zamanı, ola bilsin universitetdə, gənclik dövründə hər hansısa bir zaman intervalı içərisində onların qarşısında bir bariyerlər, səddlər qoyulsun. Və onlar xeyir bir iş görmək istəyirdi, amma qarşılarında bir sədd var. O fikirləşməlidir ki, bəli, biz səddən aşmalıyıq. Bu mənim üçün bir imtahandır. Odur ki, o pislik edən insanların əslində bağda gülə yox, tikana baxan insanlardır. Onlar heç zaman gözəlliyi görməyəcək. Hər gözəlliyi çirkin deyib qiymətləndirəcəklər.